Hər kəsə salam. Bu gün sizinlə uşaqlığımızın ən sevilən dadlarından birini, Anjelika və yaxud da kirpi pirojnası hazırlayırıq. Adı nə olursa olsun, ləzzəti eynidir. Hazırsınızsa başlayaq. İlk olaraq şirəni hazırlayırıq, çünki şirə tam olaraq soymuş olmalıdır. 200 ml stəkandan 2 barmaq aşağı şəkər tozu və 2 barmaq aşağı su götürüb qazana əlavə edirik. Orta atəşdə qarışdıra-qarışdıra qaynayana kimi bişiririk. Şərbət qaynadıqdan sonra üzərinə bir dilim limon atıb 5 dəqiqədə bişirib ocaqdan götürürük. Şirəmiz bir kənarda soğuyarkən keçirik biskvitimizi hazırlamağa. Qaba 4 ədəd yumurta, üzərinə 1 çimdik duz, 1 stəkan şəkər tozu əlavə edib, mikserlə tam ağarana qədər və həcmi 2 qat artana qədər yaxşıca çırpırıq. Yumurtaların yaxşı köpürməsi biskvitin qabarması üçün ən vacib şərtdir. İndi isə bura 150 ml otaq hərarətində olan süd və 150 ml duru yağ əlavə edirik. Südü və yağı əlavə etdikdən sonra artıq mikserdən yox, çırpıcıdan istifadə edərək qarışdırırıq. Sonda isə 350 qram unu hissə-hissə ələkdən keçirdirik. Üzərinə 1 paket vanil, 1 paket qabartma tozu da əlavə edib, yenidən çırpıcı ilə çox ehtiyatla hamar bir kütlə alınana qədər qarışdırırıq. Xəmirimizi yağlı kağız sərilmiş soba listinə tökürük. Məndə listin ölçüsü 40-ın 35-ədir və əvvəlcədən 180 dərəcəli isidilmiş sobada təxminən 20 dəqiqəyə bişiririk. Hər kəsin sobası fərqli olduğundan bişib-bişmədiyini taxta bir çöplə yoxlayın. Kremi üçün dərin bir qaba otaq hərarətində yumşalmış 200 qram kərə yağını mikserlə ağarana qədər çırpırıq. Daha sonra üzərinə 200 qram bişmiş qatılaşdırılmış süd əlavə edib yenidən çırpırıq. Budur, ipək kimi çox ləzzətli kremimiz artıq hazırdır. Bu arada pambıq kimi biskvitimiz də bişdi. Onu sobadan çıxarıb tamamilə soymasını gözləyirik. Soyduqdan sonra kəsmək daha rahat olsun deyə biskviti tərs çevirib və kiçik yumru bir forma ilə dairələr şəklində kəsirik. Artıq qalan bu biskvit hissələrindən isə ovuntu hazırlayıb pirojnaların üzərini və kənarlarını bəzəmək üçün istifadə edəcəyik. İndi isə bu hazırladığımız dairələri bıçaqla ortadan 2 hissəyə bölürük. Bayaq qeyd etdiyim kimi artıq qalan hissələri də blenderdən keçirdib ovuntu halına gətiririk. Blender yoxdursa bunu əllə də eləyə bilərsiniz. İndi isə keçirik ən ləzzətli mərhələyə. Hər bir biskvit diliminin içəri tərəfini əvvəlcə hazırladığımız o soyumuş şərbətə batırırıq. Şərbət biskviti həm nəm, həm də çox dadlı edəcək. Daha sonra üzərinə bolca krem çəkirik və digər biskvit hissəsi ilə üzərini örtürük. Eyni qayda ilə pirojnamızın kənarlarını və üzərini nazik bir təbəqə halında kremləyirik ki, ovuntular üzərinə rahat yapışsın. Sonda isə hazırladığımız o gözəl ovuntuya hər tərəfini bulayırıq. Və budur, möhtəşəm kirpi görüntüsü artıq hazırdır.
Həm görüntüsü, həm də dadı ilə hər kəsin könlünü fəth edəcək desertimiz hazırdır. Pambıq kimi yumşaq, ağızda əriyən bu ləzzəti mütləq çay süfrələriniz üçün hazırlayın. Videomu bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dadlı reseptlərdə görüşənədək hələlik.